Puçka, Ruhəngiz Allahverdiyeva, əzizim, niyə görə doğum gününüzü qeyd etmədiniz? Mən gözləyirdim bir xəbər. Bir xəbərçi olaraq bir xəbər verim sizdən ki, doğum gününüzə kimlər gəldi, hansı hədiyyələr gətirdilər, sizi kimlər nə cür təbrik etdi, doğum gününüzü niyə etmədiniz? Mən gözləyirdim, xəbərçi idim. Xəbərçi sayısı xəbər verməliydim, olmadı. Niyə? Mən sizi çox istəyirəm. Elə hamı sizi çox istəyir. Və sizin bir fikrinizə rast gəldim ki, sizə bir nəfər deyib ki, Ruhəngiz Allahverdiyeva, doğum gününü qeyd edərsən, birdən nələrsə olar. Nələr odur ki, yəni ki, kimlərsə dəvət etmişsiniz, onlar gəlməyə bilər. 300 nəfər də qonaq dəvət etmişsiniz və Alim Qasımovu belə dəvət etmişsiniz. Sizin o dostunuz kimdirsə zəng vurub sizdə bir narahatçılıq yaradıb ki, dəvət etdiyiniz adamlar, dostlar, tanışlar gəlməyə bilər. Amma mən düşünürəm, hamı gələrdi, gərək təxirə salmayaydınız. Mən də bir xəbər verərdim. Hələ xəbər verərdim ki, nə qədər paralar sizə veriblər. Siz də getdi studiyada, hansısa mahnını yazdırdınız, hansı yaradıcılıq işləri gördünüz. Çünki sizə də diqqət lazımdır, mütləq lazımdır. Amma gərək doğum gününüzü təxirə salmayaydınız. Mütləq gərək bunu edərdiniz. Öpürəm sizi, doğum gününüzü təbrik edirəm.